Qarabağın Newcastle-la maçdakı oyunu Britaniyalı ekspertlər tərəfindən sərt tənqid olunub. The Shields qəzet xəbər verir ki, TNT Sports kanalının eksperti İngiltərə futbolunun əfsanəsi olmuş Steve McManaman Bakıdakı görüşün ilk hissəsində Ağdam klubunun zəif təsir bağışladığını bildirib. O, oyunun fasiləsi zamanı canlı yayımda Malik Tiao'nun qolunun təkrarına baxarkən bunları deyib. Gözəl baş zərbəsi. Fakt ondan ibarətdir ki, bu Newcastle üçün əla 45 dəqiqə oldu. Amma mən bu komandanın, Qarabağın nə oyun oynadığını bilmirəm. Bu, evdə Eintrachtı və ya səfərdə Benficanı məğlub edən komandaya oxşamır. Onlar özünü başqası kimi qələmə verən bir qrup şəxsə bənziyirlər. Hesab 5-0'dı və 10-0 da ola bilərdi. Hətta 10-0 olmalıydı. Harvey Barnes özü hat-trick edə bilərdi.